Çörpünün başında dayanan bir koca kişi. Ernest Hemingway. Farsıya çeviren Zehra Tedeyyün. Bir koca kişi, eynəkinin döğrü dəmirdən ve paltarı torpaqlı, yolun kenarında oturmuştu. Çayın üstüne bir ağaç körpü çekmişti ki daşkalar, kamyonlar, kişiler, kadınlar ve uşaqlar ondan keçirdiler ve çayın o tərəfinə gedirdilər. Daşkalar ki qatillərlə çəkilirdi, çətinliklə sahilin geniş yokuşundan yuxarı çıxırdılar. Sərbazlar çərxlərin pərrəsindən yapışırdılar və onları qabağa hol verirdilər. Kamyonlar çətinliklə yuxarı çıxırdılar və çörpünü geridə qoyurdular. Kəndlilər qıçlarının qozəkinə qədər olan zığın içində çətinliklə qədəm götürürdülər. Amma qoca kişi orada hərəkətsiz oturmuşdu. O qədri yorğun idi ki, eləyə bilmirdi, qədəm-qədəmlə götürə. Mənim məmuriyyətim var idi ki, pulun o tərəfinə gedəm və o tərəfi bərrəsi eləyəm, ta görəm düşmən hara qədər pişrəft eləyib. İşimcə qutardı, çörpünün üstündən gəldim. Hələ qarilər çox dəyirdilər və neçə adam idilər ki, piyada keçirdilər. Amma qoca kişi hələ oradaydı. Soruşdum, haralısınız? Dedi, San Carlos. Dədə baba şəhər idi. O yüzden yadına düşəndə şadman olurdu. Və təbəssüm etdi və dedi, heyvandarlıq edərəm. Mən ki qəşəng başa bilməmişdim, dedim, aha, pəs budur. Dedi, bəli, bilirsiniz, mən qalmışam ta heyvanlardan gözətdiyəm. Mən axərin adamam ki, San Carlos'tan çıxmışam çölə. Zahirinə yemirdi ki, çoban ya maldalar saxlayan ola. Torpaqlı paltarına və eynəkinəki dövrəsi dəmir idi. Üz-gözü torpaqlıydı. Baxdım, dedim, nə cür heyvanlar saxlayırsan? Başım təkan verdi və dedi, həmə cür heyvan var idi, amma məcbur oldum onları tərk eləyəm. Mən pula baxırdım və fəza ki deltayı İbroydu və adama Afrikanın yadına salırdı. Və bu fikirdeydim ki, nə qəd zaman çəkər ta bizim gözümüz düşmənə dəyən. Və tamamı o zaman qulağım səsdəydi. Ta əvvəlin səsləri dərgiridən eşədə və qoca kişi hələ orada oturmuşdu. Soruşdum, dediz nə heyvanlarıydı? Dedi, qarma qarışıq 3 cürə heyvan idilər. 2 keçi, bir dənə pişik və 4 cüt kəbutər. Dedim, niyə məcbur oldunuz onları tərk eləyəsiz? Topların qorxusundan. Sərvan mənə dedi ki, topların düşdüyü yerdə qalmayım. Dedim, ailəniz də var. Və körpünün aşağısına baxdım ki, bir neçə doroşka əcələ ilə yenişə gedirdilər. Dedi, fəqət o heyvanlar idi ki, dedim. Əlbəttə, pişikin başına heç bəla gəlməz. Pişiklər özləri nicat verə bilirlər. Amma bilmirəm qalanının başına nə gələr. Dedim, kimdən tərəfdarlıq edsiniz?
Dedi, mənim siyasətdən başım çıxmır. Daha 66 yaşım var. 12 kilometr piyada yol gəlmişəm və güman etmirəm ki, bundan daha artıq qabağa gedə biləm. Dedim, amma burada qalmaq əmin deyil. Əgər eləyə bilsəz, o kamyonlar ki gedirlər, Turtusadan keçəcəklər. Dedi, biraz qallam, sonra gedəcəm. Kamyonlar hara gedirlər? Dedim, Barcelona. Dedi, mən oralarda bir kəsi tanımıram, amma sizin lütfünüzdən məmnunam, çox məmnunam. Yorğun gözlərindən mənə baxdı və dedi, pişikə bir şey olmaz, bilirəm, amma o biriləri necə? Başlarına nə gələr? Məlumdur, beləxərə bir cür nicat tapırlar. Siz bu cür düşünürsünüz? Dedim, əlbəttə. Və uzaq sahilə baxırdım ki, daha heç bir doroşka orada görsənmirdi. Amma onlar özləri oradan ağayırır. Məgər elə bu topların qorxusundan dəyirdi ki, mənə dedilər orada qalmayam. Dedim, kəbutərlərin qəfəsinin ağzını açıq qoymuşdun. Bəli, onda uçacaqlar. Bəli, əlbəttə ki, uçacaqlar. Amma başqaları necə? Yaxşıdır, adam daha çox fikirləşməyə. Dedim, əgər xəstəliğiniz keçibsə, mən yola düşürəm. Siz də təlaş eləyin, ayaq üstə durasınız və yeriyəsiz. Dedi, məmnunam. Ayaq üstə durdu. Silkələndi və dubara yerə çöktü. Sərsəri dedi, mən fəqət heyvanları saxlayardım. Amma daha müxatəbi mən dəyirdim. Dedi, mən fəqət heyvanları saxlayardım. Daha heç iş görmək olmurdu. Yekşənbə idi və faşistlər İbiruya tərəf gedirdilər. Asiman toz və torpaqla dolu idi və hava peymaları naçarən uça bilmirdi. Bu mövzu ki, pişiklər eləyə bilirlər, özlərindən mühafizət eləyələr. O qoca kişiyə tənha dilxoş idi. Son.